Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2025-ci ilin may ayında Respublika üzrə pensiya və sosial ödənişlərin həyata keçirilməsi barədə əhəmiyyətli məlumat verilib. Rəsmi açıqlamaya əsasən 23 may 2025-ci il tarixində ölkə üzrə bütün pensiya və təqaüdlərin vətəndaşların hesablarına köçürülməsi başa çatdırılıb. Bu prosesi həm ümumi əsaslarla pensiya alan şəxslər, həm də güzəştli şərtlərlə təyin edilmiş pensiya hüququ olan şəxslər daxil idi. Ödənişlərin vaxtında və tam şəkildə həyata keçirilməsi üçün bütün texniki və inzibati tədbirlər əvvəlcədən görülmüşdü. Əlavə olaraq qeyd olunub ki, may ayının əvvəlində 7 may tarixində artıq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə yaşayan pensiyaçıların pensiyaları ödənilmişdi. Bu bölgələrdə yaşayan şəxslər üçün ödəniş prosesi daha əvvəl başa çatdırıldığından ümumi ödəniş prosesinə paralel şəkildə davam edilmişdir. Həmçinin bildirilir ki, pensiyaların və digər sosial ödənişlərin vətəndaşlara vaxtında çatdırılması Nazirliyin və fondun əsas prioritet istiqamətlərindən biridir. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyalar və digər sosial ödənişlər vətəndaşların bank hesablarına köçürülməklə həyata keçirilir. Vətəndaşlar bu vəsaitləri istənilən bankomatları vasitəsilə nağd şəkildə əldə edə və ya kart vasitəsilə nağdsız ödənişlərdə istifadə edə bilərlər. Son illərdə ölkədə sosial sahədə aparılan islahatlar çərçivəsində pensiya sistemində şəffaflıq artırılmış, rəqəmsallaşma genişləndirilmiş və ödənişlərin tam elektronlaşdırılması təmin olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu bu istiqamətdə fəaliyyətlərini davam etdirir və gələcəkdə də vətəndaşların sosial rifahını qorumaq, onların hüquqlarını təmin etmək üçün ardıcıl addımlar atmağa davam edəcək. Vətəndaşlara pensiyaların vaxtında çatdırılması və şəffaf ödəniş mexanizmlərinin işlək saxlanılması sosial dövlət prinsipinin tərkib hissəsi kimi qiymətləndirilir.